Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala abdillahi ve rasulih ve sefiyyihi ve habibih ve hafızı sirrih ve mübelliği risaletih Seyyidina ve nebiyyina ve mevlana Ebil Qasimil Mustafa Muhammed. Allahümme وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين صيام الحجة بقية الله الأعظم أرواحنا وأرواح العالمين لتراب مقدمه الفداء ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين أعوذ بالله من الشيطان الرجيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Dünən gecə söz vermişdik ki, əzadarlığın, İmam Hüseyn əzasının fəlsəfəsi, mənası barədə danışaq. Ki, İmam Hüseyn əzasının əzadarlığın mənası, mahiyyəti nədir? İmam Hüseynin niyə əza saxlayırıq? Bunun üçün kiçik bir müqəddiməyə ehtiyac var. O müqəddiməni sizin nəzərinizə çatdırıram. Elə müqəddimənin içində də bəlkə də mətləbin özü də açıqlanır. Kərbəla mübarizəsi öz-özlüyündə xudbinliklə, mənəmçilik, özünü sevməklə mübarizədir. Kərbəlanın mahiyyəti budur ki, İmam Hüseyn ağa özünü sevməklə, xudbinliklə, mənəmçiliklə mübarizə apardı. Kərbəlada qan tökülür, qan axır. Mənası cəmiyyəti, insanlığı xudbinlikdən, ancaq özü düşünməkdən azad eləməkdir. Özünü sevmək insan üçün ən böyük bəlalardan biridir. Özünü sevmək cəmiyyətdə və əxlaqda olan bütün fəsadların başıdır, anasıdır. Cəmiyyətdə olan bütün fəsadlar, günahlar, ictimai və fərdi bəlaların kökü özünü sevməkdir. Bütün günahlar bundan qaynaqlanır. İnsan ki, ancaq özünü görür, özünü düşünür. Mən istəyirəm, mən geyinirəm, mən yiyirəm, mən dairəsindən xaric ola bilmirsə, cəmiyyət bu insanlardan təşkil olunursa, o çox ağır vəziyyətdir bir cəmiyyət üçün. Nə qədər insan məndən düşünür, bir o qədər həqiqətdən uzaqdır. Nə qədər insan məndən azad olur, bir o qədər həqiqətə yaxınlaşır. Kərbəla hadisəsi mənlə mübarizədir. Başqası üçün fədakarlıq eləmək dərsidir. Ən əsas dərslərdən biri Kərbəladan alırıq, fədakarlıqdır. Başqalarını düşünmək, özünü düşünməmək. Bu dərs öylədir. Özünü sevmək bir həddə olsa bəyəniləndir. Allah bizim daxilimizdə özümüzü sevmək hissini qoyur. Əgər bu hiss olmasa, həyatımız davam eləməz. Hətta bəndəliyimizi də biz bu hisslə başlayırıq. Cənnət arzusu, özün üçün istəyirsən. Amma bu bəndəliyin əvvəlidir, ilk addımıdır. Bəndəlik başlanır özünü sevməkdən. Özünü sevmək olmalıdır insanda, bunu Allah qoyur. Amma bir həddi var, həddini aşsa, onda bəlaya çevrilir. O həddi aşsa. İnsanı da eybəcəlləşdirir.
Kərbəla hadisəsi bu dərsi verir bizə ki, özündən başqasını düşün. Bizə bunu öyrədir. Təkcə dünya işlərində yox, axirət işlərində də hər əməli özün üçün eləmə. Alimlərin birinin kitabında mən gördüm, dedi, heç olmasa bir dəfə gündə 2 rükət namaz qılın, hərdən bir dəfə. Deyin, ilahi, bunu nə zənnət üçün qılıram, nə zəhənnəm qorxusundan. Bunu sənə görə qılıram. Özüm üçün yox. Ancaq sənə görə qılıram. İnsan nə qədər özünü yox, başqalarını düşünsə, bir o qədər yaxşıdır insan üçün. Əgər biz Hüseynin aşiqləriyiksə, İmam Hüseyn adına bura toplaşmışıqsa, İmam Hüseynin həyatı başdan ayağa bu dərsi verir bizə. Təkcə Kərbəla hadisəsi yox, ondan qabaq da. İmam Səccad əleyhissalam gəlir İmam Hüseyni qusul versin, kəfən, qusula ehtiyac yox idi. Yəni dəfn eləsin Kərbəlada. Köynəyini də çıxartmışdılar. Ağa baxır, onun yaralı bədəninə ağlayır. Bir-iki dənə yara olur İmam Hüseynin bədənində. Görürlər ki, bu təzə yaradır, köhnədən qalır. İmam Səccaddan soruşurlar, ağa bu nəyin izidir? İmam Səccad buyurur ki, o gecələr ki, ehtiyaclı insanlara, sinində çörək daşıyıb, xurma daşıyıb, onun izidir qalıb, sinində yer eləyib, sinində qaraldı. Hüseyn məclisi bu dərsi bizə öyrədir. Biz gəlmişik bura ki, ilahi bax, sənin Hüseynin eşqi ilə gəlmişik. Sənin Hüseynin məclisində oturmuşuq. Burada dünya da yadımızdan çıxır, axirət də. Özünüzə sual verirsiniz, diqqət eləsiniz, görərsiniz. Məclisin bir məqamı olur ki, insan ağlayır, hadəti də yadından çıxır. Heç hadət də yada düşmür. Bəzi insana deyəsən ki, sənin hadətini verməyəcəklər 100%. Məsələn. Məclisə gəlirsən, məsələn, bir çətinliyin var. Desinlər ki, sənə verməyəcəklər bunu. İnandırın sizi, siz də təsdiq eləyərsiniz, yenə gələcək. Hamı hacət üçün gəlmir bura. Çoxu hacət üçün gəlmir. Bu fədakarlıqdır. Bu çox incə nöqtədir ki, kəs bunu çatdıra biləm mən bugün. Çox incə nöqtədir bu. İslamın məqsədi nədir ümumiyyətlə? İslamın məqsədi budur ki, deyir, sənin məndən gərək azad eləyəm. İçində olan o mən istəyi ki var, özü düşünmək. Ondan azad olsan, arif adamsan, kamil adamsan. İmam Hüseyn ağanın möcüzəsi budur ki, bir məclisdə bunu eləyə bilir. Bir məclisdə sən görürsən ki, bəlkə bu məclisin hamısı olur arif. Çünki özünü unudur, özündən xaric olur, özündən çıxır. İmam Hüseynin əzası buna qadirdir ki, bir dəqiqənin içində ancaq özünü düşünən insanları elə hala, elə mərtəbəyə çatdırır ki, insan özündən azad ola, ancaq Hüseynə ağlayar. Başqasının dərdini öz dərdi bilər. İmam Hüseyn əzası mən dairəsindən çıxardır insanı. Mən həddindən çıxardır. Bu qara köynəklərin mənası nədir? Hamımızın zövqümüz dəyişdi. Ola bilər birinin qırmızıdan xoşu gəlir, birinin ağdan xoşu gəlir, birinin göydən xoşu gəlir. Amma bura mən yeridir. Burada zövqü uyğunlaşdırırsan İmam Hüseyn ağaya, ağa sənə görə bunu giyinmişəm. Ürəyim çox şey istəyir. Amma bu yer ürəyimin istədiyi məqamdır. Burada sənə görə gəlmişəm. Paltarımın rəngi də sənə görədir. Bu məclis insanın mən dairəsindən xaric edir. Ona görə deyirlər, ağlayın, gülməyin, bayram yeridir. Çünki güləndə insan özünə qapanır. Gülmək özünə qapanmaq, ağlamaq özündən çıxmaq, başqası ilə həmdərd olmaq. Nə qədər insan başqası ilə həmdərddir, bir o qədər kamildir. İmam Hüseyn mənəmçilikdən azad edir.
öz qonaqlarını, öz zəvvarlarını, öz əzadarlarını. Tarixdə olub bəziləri bir dəfə İmam Hüseynin üzünə baxmaqla düzəliblər. İmam Hüseyin bir dəfə nəzər eləyib, mənəmçilikdən, xudbinlikdən azad olublar. Olublar aşiq. İslam istəyir insanları aşiq eləsin başqalarına. Onlardan biri Zuheyr idi. Zuheyr qaçırdı İmam Hüseyin aradan. Hər il hadisəsini danışmış onu, eşitirsiniz. İmam bir yerdə xeymə qururdu, bu başqa yerdə. Ki, qarşı-qarşıya gəlməsin. İstəmirdi görsün. Deyirdi, birdən mənə də təklif eləyər, gəl qoşul mənə. İstəmirəm, mən nə səninlə, nə öbüründən, mənim başqa işlərim var. Özünə məşğuldur hələ. Hələ mən deyir. Mən deyir. Heç razı deyir İmam Hüseyin ağa ilə bir dəfə görüşə. Hey qaçır, imam da xeyməsini ona yaxın qurur. Hələ ki, fürsət yoxdur. Amma bir yerdə bu oturub çörək yiyir öz xeyməsində bir adam xeymənin qapısını açır, çadırın qapısını açır, daxil olur. Salamun aleykum, aleykəssalam. Məni İmam Hüseyin göndərir. Deyir, tikə əlində qaldı. Çörək yemək istəyirdi, tikə əlində qaldı ki, qaçdığım şey, istəmədiyim şey başıma gəldi. Mən bundan qaçırdım elə. Ağa məni göndərib ki, səni çağıram. Sənə sözü var. Nəsə görüb onun qəlbində. Necə bizim qəlblərimizə baxır indi, onun da qəlbində nəsə görüb. Bu, özü də bilmir ki, yaxşı adamdır. İnsan bəzən özü də bilmir ki, mən yaxşı adamam. Amma imam bilir ki, bu yaxşı adamdır. Bəzi adam pis adamdır, bilmir pis adamam. Bəzi adam yaxşıdır, bilmir yaxşıyam. Bilməmək ümumiyyətlə pisdir, amma yaxşısan, bilmirsənsə yaxşısan, o birisindən daha yaxşıdır. Bu diyanı müsbət cavab vermir. Xanımının səsi gəlir o yandan. Zuheyr, utanmırsan? Peyğəmbər oğlu, Zəhra balası, sen səni çağırır, diyanmırsan, fikirləşirsən? Dur, get gör ağa nə deyir. Durur könülsüz, bir yerə könülsüz gedərsən, hansı simada olarsan? İstəməyə. Könülsüz, yavaş-yavaş gedir. Və tarix yazmır, nə oldu? Girir İmam Hüseynin xeyməsinə, orada nə baş verdi, tarixə qaranlıqdır. Bir dəfə gözü sataşır İmam Hüseynə, indi qayıdır. Qayıdanda görürlər da o könülsüz gedən Zuheyrdir. Üzü nur kimi işıqlıdır. Çox şad halda çıxır, gəlir xanımına deyir ki, mən də Kərbəlayı oldum. Mənim yolum Kərbəlaya tərəfdir. Xanım dedi ki, bəs mən səbəb oldum, Allah sənə hidayət verdi, bəs mən? Dedi, xanım, döyüş ki, qadınların yeridir. Dedi, döyüş qadınların yeridir və Zeynəb niyə gedir? Zeynəb gedir, mən qalım, mən də gedirəm səndən. İmam Hüseyin bunu eləyə bilir. Bir dəqiqənin içində insan dəyişir. Özünü düşünən, öz mənafeyini düşünən Zuheyr onun yanına daxil olmaqla dəyişir, aşıq olur. Bu məclis də bu deməkdir. Məclisin də mənası olur. Gecə-gündüz öz qayğılarımızla məşğulur. Hərənin bir işi var, hacəti var, çətinliyi var, dünya, axirət çətinliyi. Yəni, mən deyir. Amma məhərrəm gəldi, məni qırağa qoyurur. Mən kənara gedir, gəlirsən ki, Hüseyni ağlayasan. Yəni, məndən çıxdın. Yəni, oldun arif, İslam istəyən adam, İslam bəyənən adam. Bu məclisin möcüzəsi bundadır. Vay o gündən cəmiyyət mənəmçilik xəstəliyinə tutulur. Ki, bizim cəmiyyətdə də azdır. Millət o zaman millətlikdən çıxır, insan cəminə çevrilir ki, milləti təşkil edən fərdin hamısı mən özünü düşünür. Ümumi mənafi olmur. O böyük bədbəxtçilikdir. İndi birdən cəmiyyət bu bəlaya düçar oldu bu xəstəliyə. Onda nə eləyəsən, necə əlac eləyəsən?
Çıxasan minbərə deyəsən, ay cəmaət, bəs özünüzü düşündünüz, bir qədər qonşunuzu da düşünün, başqasını da düşünün, belə bunun xeyri olmur. Heç gəlib qulaq asan da yoxdur ki, deyəsən bu sözləri. Onun üçün alimlərdən biri deyir ki, bir neçə dənə aşiq tap gəlsin, aşiqanə yaşasın, əmələn olaraq xəcalət çəksinlər, dəyişsinlər. İstəyirsən cəmiyyət dəyişsin, özün aşiq ol. Özün başqalarını düşün, onlar da sənə baxıb ibrət alsınlar. Xəcalət çəksinlər, səhvlərini başa düşsünlər. Əli əleyhissalamı qolu bağlı məscidə aparanda xanım Zəhra gəldi. Daxil oldu məscidə, dedi, Əli, səni azad eləməsəm, getmərəm buradan. O qədər diyandı ki, məcbur oldular, açdılar Həzrət Əlinin qollarını. Həzrət Əli keçir, xanım Zəhra diyanır. Dedi, ruhi bi ruhi kəl fəda ya Əbəl Həsən. Ruhum sənə fəda olsun. İn kuntu fi xeyrin, kuntu mə'ək. İn kuntu fi şərrin, kuntu mə'ək. Əgər xeyr içində olsun, şad günündə də mən səndənəm. Yaman günündə də mən səndənəm. Görür, hamı xəcalətdən başına aşağı saldı. Aşiqlik dərsini əməli şəkildə verir. İmam Hüseyin də cəmaata demirdi, gəlin İslamı düşünün, filan. İmam Hüseyin əleyhissalam dedi, siz ki, hamınız mənəmçilik mərəzinə tutulmuşsunuz, xəstəsiz, mən sizə indi deyərəm. Durdu ayağı aşiqliyi əməli şəkildə göstərdi. Elə ki, İmam Hüseyin ağanın kəsik başı daxil oldu Küfə şəhərinə, o məlun küfəlilər ki, məlun idilər, Allahın lənətinə gəlmişdilər. Onlar hamısı xəzalətdən başını aşağı saldılar. Gəldilər İmam Səccad ağaya ki, ağa peşman oldu. Dedi, artıq gecdi. Artıq gecdi. Aşiqliyi ilə onları mənəmçilikdən azad elədi. Bu günlər, bu gecələrdə istəyirsənsə İmam Hüseynə çox yanasan, məndən dünən bir qardaşlardan biri soruşdu ki, ağlaya bilmirəm, neyini? Gözümdən yaş gəlmir. Hədislər deyib ki, elə gəl otur məclisdə ağlayanlara yazan savabı Allah sənə yazar. Amma bu bəlkə də savab istəmir, istəyir ürəyi yansın İmam Hüseynə. Bu da savab da yaddan çıxıraq. İstəyir o ləzzəti bu da yaşasın. Onun yolu nədir? Onun iki yolu var. İki yolu var. Bir, İmam Hüseyni tanıyasan. İkinci, İmam Hüseynə bənziyəsən. Bu iki şey eləyə bilsin, yaxşı ağlayarsan İmam Hüseyin. Bu danışdığımız sözlər bunun üçündür ki, biz yaxşı ağlayar İmam Hüseynə. Məndən soruşsalar, və həqiqət də budur ki, bu söhbət fəzilətlidir, yoxsa o ağlamaq, mən deyərəm, ağlamaq bu söhbətdən fəzilətlidir. Bu söhbət yarım saatlıq neçə dəqiqəlik, o yaxşı ağlamaq üçündür. Bu bilsəm nə yoxdur, elə biri şəhidlik barədə danışır, biri də şəhid olur. Hansı fəzilətlidir, şəhid olmaq? Çünki canından nəsə verdi. Göz yaşı ürəyimizin şirəsidir, onu verir. Bu daha yaxşıdır, fəzilətdir. Amma yaxşı olar ki, əvvəl danışasan, başa düşəsən, kimin məclisindəsən, sonra ağlayasan. Ağlamaq haldır. Danışmaq o halı yaxşılaşdırmağa xidmət edən vasitə. Hüseyni düz tanıyasan ki, yaxşı ağlayasan. Bəzi dediyi yox, mən Hüseyni tanıyım, təkamülə çatım. İmam Hüseyni tanıyım, təkamülə çatım, kamil insan olum. Bəzi dediyi yox, Hüseyni tanıyım, yaxşı ağlayım. Birinci düzləyir, ikinci düzləyir. Çünki birincidə mən var, mən təkamülə çatım. İkincidə mən yoxdur, mən istəyirəm qəlbim İmam Hüseyin ağaya yansın. Həmin təkamül burada da gələcək. Hüseynə ağla elə təkamül də gələcək. Hələm olmayıb bir adam İmam Hüseyin ağaya düz ağlaya kamil olmuyor. Amma hədəfin kamilliyi olmasın. Hədəfin elə Hüseynə ağlamaq olsun.
O kamilliyi dalıcan gətirəcək. Bəlkə daha da kamil olacaqsan. Kərbəlada İmam Hüseynlə şəhid olanların heç biri təkamül fikirləşmirdi. Niyə? Dəlilim var bu sözünə. Dəlilim budur ki, bunlar yıxılıblar yerə, can verirlər. Bilirlər də cənnətə gedirlər, amma gülmürlər, ağlayırlar. Niyə? Çünki təkamül hayında dörürlər, cənnət yox. İmam Hüseyn ağaya aşiqlədir, ağa sən tək qalırsan. İndi bunlar kamil adam deyil, kamildirlər. Cənnətə gedəcəklər, cənnətə də gedəcəklər. Amma cənnət, təkamül hamısının içində mən gizlənir. Bunlar məndən azad olan adamlardır. Bunlar Hüseynin aşiqidirlər. İmam Hüseynin aşiqidirlər. Bu məclisə gələndə də kamillik fikirləşmə, ağlayayım, yaxşı adam olum, nə olum. Dinən ki, elə gedim İmam Hüseynə ağlayayım. Yaxşı adam olacaqsan, onsuz da olacaqsan. Çünki mümkün deyil insan düz ağlaya İmam Hüseynə. Düz əzadar ola, kamil adam olmaya. Bu mümkün deyil. Belə adam bir dənə də olmuyor hələ. Hüseynə düz ağla. Məqsədin də elə qəlbin İmam Hüseynə yanmaq olsun, ancaq bu məqsəd olsun. Mən zat fikirləşmə buna görə mənə nə verəcəklər, nə verməyəcəklər, bunları düşünmə. Onda elə nə verəcəklərsə onsuz da verəcəklər. Artıqlaması ilə verəcəklər. İmam Hüseyni tanıyaq, onda dərdi bizi çox yandırar. Çox yandırar bizi. Bilən İmam Hüseyn necə bizə mehriban idi və öz zamanının insanlarına necə mehriban idi. Çünki İmam Hüseyndə zərrə qədər mən yox idi. Bir insanda ki, mən yoxdur, başqalarının dərdi onu yandırır. Vay o gündən biri yıxıla, ayağına bir şey ola, bunun ürəyinə sancılır. Onda sən deyə bilərsən ki, yaxşıdır ki, heç məndən azad olmayayım. Çünki məndən azad olsam, onda cəmaatın dərdi məni yandırar. Amma bir söz deyim sizə, bir var öz dərdini çəkəsən, bir var başqasının dərdin. Başqasının dərdini çəkməyin ləzzəti və şirinliyi var. Təcrübə elə bir gecə, məsələn, gecə ibadət elə, birini dua elə. Məsələn, filan xəstəsi var. Səhər çalış onun hazreti üçün, axşam da dua elə. Gör, nə səfa tapırsan səhər. Ruhun dincəlir. Quş kimi uçmaq istəyir. Amma öz dərdini çəkəndə belədir. İmam Hüseyn ağanın dərdi çox böyük idi. Əl-Yəsqər qucağında olanda çox yanırdı. Amma şirin ləzzət idi. Deyirdi, ilahi şahid ol, bu sənin gözünün qabağındadır. Ona görə mən dözürəm. Bir eşki başqa eşkindən dəf eləyirdi. Bu qəmdir, amma ləzzətli qəmdir. Xanım Zeynəb nə deyir? Xanım Zeynəbi bir adamı xar eləmək üçün deyəsən, apar məhəlləsinə onu. Qolu bağlı, əsir paltarında apar onu, o yerdə ki o böyüyür, onların yanında xar elə. İstədilər xanım Zeynəbi beliləsinlər. Küfədə qolu bağlı gəzdirirlər. Küfə o şəhərdir ki, Həzrət Zeynəb orada doğulub, orada yaşayır. Atası Əmir əl-Möminin də orada xəlifə olur. Tozlu paltarda, qolu bağlı, üryan dəvələrdə gəzdirirlər Küfəni. Ondan sonra gətirirlər İbn-i Ziyadın yanına. İstəyir indi ona dil yarası vursun. Dedi, gördün Allah səni necə xar elədi, xanım Zeynəbə deyir. Xanım Zeynəb cavabında buyurur, ma rəeytu illa cəmila. Kərbəlada gözəllikdən başqa heç nə görmədim. Demir, qəm görmədim. Qəm gördüm. Amma gözəl qəm idi bu qəm. Bu gözəllik idi. Hüseyn qucağında Əl-Yəsqəri gətirir xeymiyə. Rübab deyir, ağa başını xəzalətdən aşağı salma. Qaldır. Utanma mənim yanımda. Bu qəmdir, amma gözəl qəmdir. Bu gözəllik idi Kərbəlada.